Hər vaxtınız xeyirli, uğurlu olsun dəyərli izləyicilərim. Bugün sizə möhtəşəm transfer xəbərləri gətirmişəm. Həmçinin digər maraqlı xəbərlər var. Qarabağ komandası növbəti transferini rəsmi şəkildə elan edəcək. Bundan əlavə gündəmdə ayrılıq və digər transfer danışıqlarla bağlı xəbərlər də var. Neftçi Qarabağ düşərgəsi arasında nələr baş verir? Niyə belə gərginlik yaranıb? Neftçi tərəfdən elə açıqlamalar verildi ki, bu böyük qalmaqallara səbəb ola bilər. Sona qədər izləsəz təbii ki, bütün bunlardan xəbərdar olacaqsınız. Videonu bəyənin, şərhlər bölümündə mütləq siz də öz fikirlərinizi bizlərlə bölüşün. Kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutun ki, bütün videolarımızdan və canlı yayımlarımızdan sizlər dərhal xəbərdar ola biləsiniz. Mən isə vaxt itirmədən məlumatlara keçim, çünki çox maraqlı məlumatlar bizi gözləyir. Dəyərli dostlar, ilk öncə Qarabağ komandasının növbəti transferi barəsində danışmaq istəyirəm. Aldığımız məlumata görə Qarabağ komandası növbəti transferini rəsmən açıqlayacaq. Söhbət Sambo Soğumadan gedir. Bəli, bu futbolçu Qarabağın düşərgəsinə qoşulmaq üzrədir. Qeyd edim ki, yay transfer pəncərəsində də Qarabağ komandası bu futbolçunu transfer etmək istəyirdi. Lakin həmin vaxt Fransa təmsilçisi Lorient bu futbolçu üçün 3,5 milyon avro istəmişdi minimum. İlk öncə 5 milyondan başlamışdılar, 3,5 milyona qədər düşmüşdülər. Amma aldığımız məlumata görə artıq bu futbolçunun Lorient komandası ilə müqaviləsi cəmi 6 ay qalıb. Qarabağ komandası da bu futbolçunu 6 aydan sonra təzminat ödəmədən transfer edə bilərdi. Lorient komandası da görür ki, futbolçu əldən çıxacaq. Ona görə də razılıq verib və aldığımız məlumata görə Qarabağın ödəyəcəyi təzminat 1 milyondan bir qədər çoxdur bu futbolçu üçün. Hal-hazırda futbolçunun transfer dəyəri 4 milyon avrodur. Mərkəz hücumçusudur. 1,82 m boyu var və sağ ayağı işləkdir. Qaldı ki, göstəricilərinə son mövsümdə 19 oyunda iştirak edib və 19 oyunda 4 gol vurub, 2 gol ötürməsi ilə yadda qalıb. Bax belə, bu ötən mövsüm məncə daha məhsuldar idi. 32 oyunda 15 gol vurmuşdu, səhv eləmirəmsə. Yəni bu mövsüm də Qarabağa gəlsə məncə faydalı ola bilər. Siz nə düşünürsünüz? Bu futbolçu Qarabağ üçün nə dərəcədə faydalı ola bilər? Fikirlərinizi yazın dəyərli dostlar. Və yaxın günlərdə bu futbolçunun transferi rəsmən açıqlanacaq. Çox güman ki, bunu indidən sizin nəzərinizə çatdıram. Aldığımız məlumata görə danışıqlar müsbət yekunlaşmaq üzrədir. Yəni son məsələlər artıq müzakirə olunur və ictimaiyyətə açıqlanacaq. Uğurlar diləyirik, ümid edirik ki, tezliklə Qarabağın düşərgəsində bu futbolçunu görəcəyik. Keçək digər xəbərə. Nəriman Axundzadə Qarabağdan ayrıla bilər. Düzdür, Çempionlar Liqasında iştirak ərizəsinə əlavə edilib, amma bu transferə heç bir maneəçilik yaratmır. Son kubok oyununda da onun iştirak ərizəsinə salınmaması bu şübhələri bir qədər daha da gücləndirir. Çünki Nəriman Axundzadənin Avropa klublarının biri ilə yaxından danışıqlar aparıldığı bildirilir. Hətta Nərimanın orada baxışda olduğu bildirilir. Ona görə də biz də uğurlar diləyirik. Əgər belə bir transfer baş tutarsa, istəyərik ki, həm yerlimiz üçün uğurlu olsun. Qarabağın transfer edəcəyi bildirilən Raheem Sterling barəsində də bir məlumat sizin nəzərinizə çatdırım. Belə ki, bildiyiniz kimi məlumat verilmişdi ki, bu futbolçunun Qarabağa gəlməsi mümkün deyil. Çünki onun maaşını, məvacibini Qarabağ qarşılaya bilməz. Aldığımız məlumata görə Qarabağ komandası doğrudan da bu futbolçu ilə danışıqlar aparıb və məqsəd 6 ayda bu futbolçunu sıralarına qatmaq olub. Çempionlar Liqasında playoff mərhələsindən öncə, hətta liqa mərhələsinin son oyunları üçün bu futbolçunun sıralarına qatmaq istəyib Qarabağ komandası. Amma Raheem Sterlingin yüksək maaş tələbi Qarabağı bir dəfəlik bu fikirdən daşınmağa məcbur edib və danışıqlar yekunlaşıb. Yəni artıq bu futbolçu Qarabağa gəlməyəcək. Bir daha bunu sizin nəzərinizə çatdırım. Əvvəlki verilişlərdə əslində bunun belə olacağını demişdim. İndi isə rəsmi şəkildə bunu sizə elan edirəm. Qarabağın gənc futbolçusu Amin Rzayev bir sıra Premyer Liqa klublarının hədəfindədir. Lakin Qarabağın baş məşqçisi Qurban Qurbanov onun möhkəmlənməsi üçün Qarabağın əvəzizlər komandasında çıxış etməsini tapşırıb. Amin Rzayev də Qurban Qurbanovun
tapşırıqlarını yerinə yetirir. Onun başqa kluba keçmək fikri yoxdur, deyilir xəbərdə. Uğurlar dilirik. Qeyd edim ki, 19 yaşlardan ibarət milli komandamızın həm də üzvüdür Amin Rzayev. Və gələk günün ən qalmaqallı xəbərinə. Dəyərli dostlar, Neftçi və Qarabağ matçı başlayacaq. Bilirsiniz, Qarabağ Çempionlar Liqasında Newcastle-la 2 maç keçirəcək 18 fevral, 24 fevral tarixində. Amma bu iki maçın ortasında, tam ortasında 21 fevralda Neftçi səfərində Qarabağın matçı var. 21 fevral saat 19:00-da. Bu arada siz də fikirlərinizi yazın. Əgər bu oyun keçirilsə kim qalib gələcək indiki halda? Neftçi yoxsa Qarabağ? Bu arada fikirlərinizi yazın. Qarabağ komandası bu oyunun təxirə salınması üçün PFL-ə müraciət etdi. PFL isə təbii ki, Neftçidən də razılıq almalıydı. Amma Neftçi komandası razılıq vermədi və beləliklə Neftçinin razılıq olmadığı üçün oyun təxirə salına bilmədi. Daha sonra Tahir Gözəl media vasitəsilə də qrafiklərinin çox ağır olduğunu, oyunların çətin olduğunu bildirərək Neftçidən də oyun təxirə salınmasını xahiş etdiklərini, amma istənilən qərarlarına hörmətlə yanaşacaqlarını vurğulamışdı. Və Neftçi komandası da eyni zamanda oyunun təxirə salınmayacağını elan etmişdi. Təxirə salınmasına razı olmadıqlarını bildirmişdi. İndi Neftçi komandasına Tahir Gözəlin bir daha müraciətindən sonra görünür ki, Neftçi yenə də fikrindən daşınmayıb və paylaşım var. Neftçi Baku fan səhifəsində paylaşım edildi və orada paylaşımdan bəlli olur ki, Qarabağ hansısa yuxarı dairələrə, belə deyək, müraciət edib, oyunun təxirə salınması ilə bağlı xahişlər edib ki, onlar da işə əl qoysunlar və bu Neftçi azarkeşləri narahat edib və onlar elə bir paylaşım ediblər ki, bu paylaşım çox ciddi qalmaqallara səbəb ola bilər. Belə ki, Neftçi fan səhifəsi bax, belə bir paylaşım ediblər dostlar. Bunu iri planda sizə göstərirəm. Daha sonra nələr yazılıb, onu da sizlərə təqdim edəcəm dostlar. Beləliklə, şəkildə gördüyünüz kimi Qarabağın iki üzvü, yəni ki, burada Qurban Qurbanov və Tahir Gözəli nəzərdə tutaraq belə bir iki Qarabağ və bir AFFA, bir PFL üzvünü Neftçi qarşısında diz çökərək yalvarmaq işarəsi veriblər sanki. Neftçi, gəl qurbanın olun, başına dönün, bu oyunu təxirə salaq. Süni intellektlə yaradılmış, bax, belə bir foto paylaşıblar və fotonun altında nə yazılıb? Gəlin onu sizin nəzərinizə çatdırım. Deməli, dəyərli dostlar, Neftçi Baku fan səhifəsi yazır. Bir daha Azərbaycan futbol ictimaiyyəti şahid oldu ki, efirdə deyilənlər boş şeydir. Medalın iki yüzü var. Medalın iki yüzü var. Biri Qurban Qurbanov və Tahir Gözəlin efirdə dediyi sözlər, Neftçinin qərarlarına hörmət edəcək sözləri, hansı ki, sadəcə kimlərinsə xoşuna gəlmək üçündür. Digəri isə indiki durum, qərarlara hörmət etməmək, özünün gücü çatmayanda başqasına yalvarmaq, ayaqlara düşüb ağlamaq. Əvvəl iki güclü heyətimiz var. Liqada tək ayaqla da oynayırıq deyirdilər. Liqada Kəpəzə, Kubokda Şamaxıya məğlub olandan sonra düşüblər əl-ayağa ki, birdən xal itirib sabahdan geri qalırıq. Ay qardaş, nəyindən qorxursunuz bu Neftçinin? Liqada sürünürük. Öz dərdimiz başımızdan aşır. 15-20 oyundur bizə məğlub olmursunuz. Üstəlik biz yeni məşqçi ilə indi biraz futbola oxşar nəsə oynayırıq. Nədir qorxunuz? Güya Newcastle səfərinə hazırlaşmaq, yalansa sizin olmayan üzünüzə lənət. Sizin qorxunuz sabahdır. Ölürsünüz yalvarmaqdan, ayaq öpməkdən ötürü. Biri durub yazır ki, admin vaxtı ilə Qarabağ Neftçiyə oyuncu verib, kömək edib və s. Birinci, heç bir klub digərinə Neftçidən çox kömək edə bilməz. Tarix hamısı gözümüz önündədir. Heç uzağa getməyək. Hazırda Qarabağ klubunun yerləşdiyi baza haradadır? Kimin balansında idi? Necə verildi bu kluba göz önünə gətirsəniz, susub oturmalı idiniz. Bəsdirin artıq həm suslu, həm güclü görünməkdən əl çəkin. Neftçinin ölüsündən belə qorxan adamlarsınız. Yığın, zəng edin, yalvarın, bir qorxaq yalvarın, biraz da yuxarılara yalvarın. Deputat nazir səviyyəsində yox, onların bizə sözü keçməz, 3-4 ildir uduzuruq sizə. Və davamında yazırlar, dəyərli dostlar, bir dəfə yan çizdiyimiz olmayıb.
necə deyərlər, böyük hesabla uzacaq qədər zəif olduq. Amma kiminsə ayağına düşüb, yalvarıb, ayağının altını öpəcək qədər qurursuz olmadıq. Böyük klub olmaq sözlə deyil, əməllə olur. Kiminin duruşu böyükdür, kiminin yalvardıqları. Biraz da ucuzlaşın. Bax, belə qalmaqallı sözlərlə belə bir paylaşım edib Neftçi komandasının fan səhifəsi. Valla bilmirəm, bu məsələ getdikcə daha da ciddiləşir. Neftçi öz mövqeyindən baxanda haqlıdır, reqlament qaydalar, qanunlar çərçivəsində danışır. Digər tərəfdən mənəvi baxımdan Azərbaycan klubu beynəlxalq arenada daha uğurlu çıxış etməsi üçün dəstək olmaq olar. Bu da bir baxışdır. Hər kəsin özünə görə haqlı tərəfləri var, amma təbii ki, bizlərin də, sizlərin də özümüzün fikirlərimiz var. Ona görə də siz də öz fikirlərinizi yazın bu mövzuda. Yenə deyirəm, Neftçi yoxsa Qarabağ haqlıdır bu mövzuda. Siz də öz fikirlərinizi yazın. Neftçi qalib gələcək, əgər oyun keçirilirsə, yoxsa Qarabağ bu ərəfədə Qarabağın oyun qrafikasının çətinliyi, ümumiyyətlə son oyunlarda göstərdiyi performanslar və s. da oyunların nəticələrinə təsir edə bilər. Sizcə kim qalib gələcək, fikirlərinizi yazın. Bundan əlavə Qarabağ Newcastle oyunu haqqında da fikirlərinizi yazın. Nəzərinizə çatdırmışdım. Qarabağ komandası Çempionlar Liqası üçün heyətdə dəyişiklik eləmişdi. Kristoakunu çıxartmışdı, Kadi Borgesi salmışdı. Bundan əlavə Şəhrüddin Məhəmmədəliyev də Kristoaku ilə yanaşı kənarda qalıb, Ramil Şeydayev də və yeni transfer Qnani də iştirak ərizəsində yoxdur. Belə. Fikirlərinizi yazın şərhlər bölümündə, videonu bəyənin, abunə deyilsinizsə abunə ol, bildirişi açıq tutun. Ekranda gördüyünüz videolardan birini seçib izləməyi tövsiyə edirəm. Növbəti videoda görüşmək ümidi ilə hələlik mənim dəyərli izləyicilərim.